İlham Kuliyeva bir adam qalmayıb ki, danışmasın, dalaşmasın, ədavət eləməsin və onunla konfliktə girməsin. Yəni, onun xəsiyyəti, onun qarmaqala meyli və mən onu nədə suçluyuram? Göbəyin açdı, cavanları yoluxdurdu. Mənəm dedi, cavanları yoluxdurdu. Səhnədə tərbiyəsizlik İlhamə Kuliyevanın davranışından başladı. Mən buna heç vaxt qol qoya bilməzdim. Hərdən mənə sual verirlər. Eşitmişəm Teymur deyib ki, bizi barışdırmaq istəyir. İlhamə ilə barışmaq ona bənzəməkdir. Ömründə oğul bu iş ola bilməz. Çünki biz İlhamə ilə hər şeydə müxtəlif insanlarıq. Həyata baxışımızda, həyatın duruşunda, xəsiyyətdə, cavanlara münasibətdə, abırda, həyada çox müxtəlif adamlarıq. Mən qorxmadan deyirəm bunu. İlhamə səhnəyə ləkədir, sənətə ləkədir və bu millətə ləkədir. Mən hər zaman deyirəm, əgər mənim haqqımda bir paxıllıq mövqeyi nəzərdən söz-söhbət olmasa, fikir yaranmasa, deməli artıq mən yaşamıram, mən yoxam. Deməli mən öz vəzifəmi, öz tutduğum o zirvəni düzgün icra eləmirəm. Hər bir insan arzu eləməlidir ki, o lider olsun, o birinci olsun. Hər bir insan, özünə hörmət eləyən insan. Hər bir insan özünü sevməlidir, özünü istəməlidir. Siz dediniz ki, insan əgər özünü dəli, belə çox istəyirsə, o dəli də ola bilər. Mən özümü bilirsiniz nə qədər istəyirəm, dəlicəsinə istəyirəm, amma dəli olmamışım. Və yenə də deyirəm, Allah Teala qoy bugünkü günümüzü əlimizdən almasın. Yenə də deyirəm, paxıllara Allah şəfa versin.